Salam əziz dostlar və müdavimlər. Bugün sizin xahişinizi nəzərə alaraq conditional sentezlər haqqında video material hazırladım. Burada qızıl qaydalar öz əksini tapır. Conditional sentezlərin ən çox işlənən versiyalarını siz orta məktəbin abituriyent hazırlığından artıq bilirsiniz. Bir daha xatırlatma eləyək. General conditionallar if present, yəni if bağlayıcı olan tərəf presentlə bağlayır. First conditionallarda if tərəfdə present, main clause-da gələcək zaman olur. Second conditionallarda if tərəfdə past simple, main clause-da would verb olur. Third conditionallarda if past perfect-dir, would present perfect-lə bağlayır. Mixed conditional past-la present mənalıda if-də past perfect, digər clause-da isə would verb-lə olur. Mixed-in present past məna etibarı ilə dəyişiliyində istinadən if-də past simple və yaxud da were olaraq digər clause-da would present perfect deməli işlənir. Bu düsturu yadınızda əzbər saxlayın. Çox asan şəkildə saxlamaq ehtimalını vardır. Çünki birinci, ikinci, üçüncü conditionallar artıq sizlərə tanışdır. Müdavimlərdə 4, 5, 6-cı mixedlərin tez-tez düşmə ehtimalları görünür. Bu baxımdan bir qədər video materialı saxlayıb onlara təkrar baxa bilərsiniz. Deməli, testlərdə sürətli tanıma yolları üçün aşağıdakı cədvəli siz görürsünüz. Deməli, əgər görsəniz ki, past perfect isə, deməli, bu third və yaxud da ki, mixed condition ola bilər. Əgər would have-dirsə unreal pastı bildirir. Were olduqda second conditional, would be olduqda second və yaxud da mixed özündə ifadə edə bilər və eyni zamanda bunların inversiya olunmuş formasında if atılır. Had-dir, were-dir, should-dur, subject-in önünə keçir. Had ay olduqda third inversion'dır. Were ay olduqda second inversion'dır. Should subject olduqda formal first conditional-dır. Yəni gördüyünüz bu hissələrdə nələri görürsünüzsə, düşünə biləcəyiniz ehtimallar test tapşırıqlarında nəyə fikir verəcəksiniz, onları sizə nəzərinizə çatdırdım. Daha sonra conditionallarda əsas məsələ zaman deyil, əziz dostlar. Buna fikir verməlisiniz ki, reallıq dərəcəsidir. Birinci, burada time-a yox, reallığa fikir verəcəyik. Yenə də conditional sentezlərin tiplərini, yəni type of conditionalları qeyd eləmişəm və onların reallıqları nələri ifadə edilir, hərəsinin qarşısından onlar öz əksini tapmışlar. There-da həmişə doğru olan hadisələr, first-də gələcəkdə mümkün olan hadisələr, second-da indiki gələcək qeyri-real hadisələr, third condition-da keçmiş qeyri-real hadisələr, mixed-də keçmişlə indikinin və yaxud da əks, indiki ilə keçmişin əlaqəsi öz əksini tapmışlar. İkinci əsas qaydamız if hissəsində və yaxud da when, before, after, until, as soon as hissələrində deməli future olmur. Sadəcə present işlənməlidir. Əgər if he will come-dırsa, bu şərt budaq cümləsində if tərəfdə gələcək deyil, deməli baş cümlədə gələcək olmalıdır. Burada verilən səhv ehtimaldır. Çaşmamaq üçün doğru ehtimalı da if he comes, I will help kimi aşağıda qeyd etmişəm. Nümunədə dayandırıb video materialı baxa bilərsiniz. Üçüncü qayda, would heç vaxt if hissəsində işlənmir. Deməli, if hissəsində will işlənməz, would işlənməz. Would atılar, sadə keçmişdən istifadə edilər. Doğru versiyanı görürsünüz. Burada nəzərinizə çatdıracağım əsas bir məqam vardır. Diqqət edəcəyiniz, burada bir istisna var. Would willingness göstərəndə, yəni istəsəydim mənasında. Bu zaman if tərəfdə işlənə bilər. Göründüyü kimi if you will help me, istəsəydin kömək edə bilərdim və s. Dördüncü əsas qaydamız past simple. Bu demək deyil ki, past simple olması orada keçmişlik bildirir. Second condition'da past simple olması bu demək deyil ki, orada məna keçmişdir. Misal, if I had more money, yəni buradakı had nəyi bildirir? Possessed now, yəni olmuş olsaydı əgər mənim pulum, mən özümə villa alardım və s. və ilaxır. Beşinci əsas qayda, past perfect görünürsə, çox bu third conditionalı əlamətidir. Buna fikir verməliyik. Buna aid nümunəni görürsünüz. If she had started, she would have passed. If tərəf, conditional tərəf past perfectdir. Main clause-da would present perfectdir. Altıncı qayda, would present perfect adətən keçmişdə baş verməmiş.
Unreal past deyirlər buna. Vəziyyəti göstərir, amma həmişə peşmançılıq bildirmir. Buna aid misallara baxırıq. If I had studied, I would have passed the exam. Keçmişdə baş verməmiş nəticədir. Bu söz conditionaldır. Burada peşmançılıq hiss oluna bilər, amma qrammatik məna unreal pastdır. I would have helped you, but I didn't know you needed help. Kömək edərdim, amma bilmirdim. Burada sadəcə baş verməmiş, keçmiş niyyəti, nəticəni ifadə edir. Mütləq peşmançılıq ifadə olunmur. Bəs peşmançılıq nə ilə daha çox ifadə oluna bilər? Bunu ən tipik struktur şəkildə sizin diqqətinizə çatdırıram. Ümidvaram ki, siz bundan çox yaxşı faydalanacaqsınız. Deməli, I wish olduqda past perfect olur. If only past perfect, should have present perfect. Bu tənqid və ya peşmançılıq ifadə edir. Və ought to present perfect. Bunlar ən tipik peşmançılıq ifadə edilən deməli düsturlardır. Bunu da deməli, modal feillər ifadə etdikdə siz bunlardan geniş şəkildə istifadə edəcəyimizi görəcəksiniz və yaxud da ki, artıq bunlarla tanışsınız. Misal üçün, I wish I had studied harder, you should have told me earlier kimi ifadələr buna misaldır. 7-ci qayda. Mixed conditional üçün ən vacib qayda nədən ibarətdir? 2 versiyanı sizin nəzərinizə çatdırıram. Keçmiş dəyişsəydi, yəni indi fərqli olardı nəticə. If I had studied medicine, I would be a doctor now. Yəni burada bir paslıq, paslıqdan prezentə keçiş vardır. B qaydası, indi fərqli olsaydı, keçmişə istinadən nəticə fərqli olardı. Example, if I were taller, I would have joined the army. Prezentdən pasta məna etibarından keçmişlik öz əksini tapır. 8-ci qayda. Əziz müdavimlər və abituriyentlər, magistrlar, testdə if görən kimi etməli olduğunuz əsas analizlər hansılardır? 3 əsas sualı özünüzə verib analizi aydın şəkildə aparıb cavabı rahat, doğru tapa bilərsiniz. 1-ci qayda. Danışılan hadisə nə vaxtdır? Now, future, pastdadırmı? Realdırmı, yoxsa imaginary'dirmi? Nəticə nə vaxt baş verir? Bu 3 suala əgər doğru cavab verdisə, deməli artıq sizin 90% cavabınız hazırdır. 9-cu qayda. If were, çox vaxt second conditionaldır. If I were rich, if I had verb 3, bu da third conditionaldır. If she had known ifadəsindən ən çox rast gəldiyimiz conditional, third conditional sentezlərdir. Would present perfect third conditionaldır. Would be second və yaxud da mixed conditionallardır. Yeri gəlmişdən inversiya olunmuş versiyalarını, conditional sentezlərini nəzərinizə çatdırmaq istəyirəm. İnversiya qaydasında bunu aydın şəkildə izah eləmişəm. Açıb oradan da baxa bilərsiniz. İnversiyalarda if atılır, subjectin önünə had, were və yaxud da should keçir. Nümunələrdən onu görürsünüz. If I had known, if atılacaq, inversiya formasında had subjectin önünə keçir, sonra verb işlənir. If I were you, inversiya formasında if atılır, were I'ın subjectin önünə keçir və yaxud if atılır, should subjectin önünə keçir. Digər bir if'in alternativ versiyalarını görürsünüz. Bu provided that, as long as, on condition that, supposing, imagine, even if, unless, only if, otherwise, else-dən də istifadə edə bilərsiniz. Bunlar təbii ki, advanced testlərin içərisində çox-çox rast gəldiyimiz, deməli, tez-tez rastlaşdığımız deməli, ifadələrdir. 12-ci qayda. Siz abituriyent hazırlığı vaxtından da bildiyiniz kimi unless conjunction mövzusunda if nota bərabərdir. Unless olan tərəfdə diqqət yetirirsiniz ki, ikinci inkar ifadəsi olmaz. Unless you hurry, you will miss the train. Yaxud if you don't hurry, əgər sən tələsməsəydin, istənilən halda qatarı əldən çıxarmış olardan, qatara çatmayacaqdın. 13-cü qayda, even if nəticə dəyişmir burada da. Even if it rains, I'll go ifadəsində əgər yağış yağsa belə mən gedəcəyəm. Only if ifadəsi yalnız bu halda deməkdir. Only if you apologize, will I forgive you. Burada da inversiya eləmişik. Bildiyiniz kimi inversiya baş cümlədə olur adətən. Bəzi hallarda conditional sentezlərdə, deməli, klauzlarda, budaq cümlələrdə də işlənə bilir. Burada will I-ın qarşısına keçib inversiya olunmuşdur. Only ifadələrində, ifli ifadələrdə
inversiya qaydasını burada tətbiq edirik. 15-ci qayda wish və if bunların bir-biri ilə əlaqəsi düsturunu görürsünüz. Eyni qeyri-real məntiqləri özündə ifadə edir. 16-cı qaydada advanced modal conditionsları sizin nəzərinizə çatdırmaq istəyirəm. If tərəfdə, yəni if işlənən clause-da sadə keçmişdir. Baş cümlədə could-la ifadə oluna bilər, might-la ifadə oluna bilər. Would həmişə məcbur deyil ki, would işlənsin. Çünki conditional cümlədə nəticə hissəsində həmişə would işlənməyə də bilər. Advanced səviyyədə onun yerinə başqa modal fe'llər də işlənir. Gəlin həmən modal fe'lləri nəzərinizə çatdırım. Second conditionallarda if I were rich, I would travel the world. Mən dünyanı gəzərdim. Və yaxud da mən dünyanı gəzə bilərdim. Göründüyü kimi would travel, could travel, might travel, bəlkə də dünyanı gəzərdim kimi ifadələri işlədə bilərik. Burada diqqətinizə çatdıracağım əsas məqamları bir daha vurğulayım. Hamısı qrammatik cəhətdən düzgün olsa da sadəcə məna fərqləri olduğuna görə mənalarını əzbərləməlisiniz. Yadınızda saxlayın ki, would edərdim, could edə bilərdim. Might isə bəlkə edərdim ifadəsi ilə tərcümə olunur bu ifadələr. Third conditional, if she had studied harder, she would have passed. Əgər yaxşı, diqqətli oxumuş olsaydı, çalışsaydı öz üzərində, o imtahanı keçmiş olardı, keçərdi, keçə bilərdi və yaxud da ki, bəlkə də keçərdi. Birin göründüyü kimi would present perfect, could present perfect, might present perfectdən istifadə olunur, nəticə çıxartmaq. Yenə də bu ifadələrin hamısı düzgündür. Sadəcə dediyim kimi məntiqə müraciət edib tərcüməyə diqqət yetirməlisiniz. Test yelləri would, could, might üzərində qurulur belə cümlələrdə. Deduction ifadələrdir bunlar. Would illah da ki, olmaya da bilər. Mütləq şəkildə mənaya fikir verməliyik. Would ən gözlənilən nəticədir. Could imkan, bacarıq ifadə edəndir. Might ehtimal bildirəndir. Eyni bir deməli cümlə üzərində nəticə çıxarmaq would, present perfect, could, present perfect, might, present perfect ifadələrini verib cümlənin yerinə qoysanız görəcəksiniz ki, kontekstdən asılı olaraq üçü də burada doğrudur. Ona görə də conditionalda mütləq would qaydası olmalıdır deyə belə bir şey yoxdur. Advanced səviyyədən çox deməli qarışdırılan məqamlardan biri də budur. Would əsas seçimdir, amma deyim ki, yeganə seçim deyildir. Onun yerinə could, might, shoulddan da istifadə edə bilərsiniz. Burada əsas məntiqdir. Conditional cümlələr əsasən iki hissədən if clause, yəni şərt hissəsi, main clause, yəni nəticə hissəsindən ibarətdir. Nəticəyə fikir vermək lazımdır. Əgər would nəticə hissəsində əsasən işlənməyinə baxmayaraq, onun yerinə mütləq olacaq yox, bacarardı, ola bilərdi, lazım olardı kimi ifadələr could, might, should-da istifadə edə bilərik. Bunun müqayisəsini verirəm. Müqayisəsini bir daha video materialı dayandırıb rahat şəkildə baxa bilərsiniz. Would olardı, edərdi, could bacarardı, might ola bilərdi, should lazım olardı. Second conditionallarda if-də past simple, digər clause-da would, could, might, verb işlənir. Buna aid cümlələri görürsünüz. Third conditionalda if past perfect, had verb 3-də would, could, might, present perfect işlənir. Buna aid nümunə cümlələrini görürsünüz. Burada nümunələr vermişəm. Would nə vaxt lazım deyil. Gəlin buna bir daha nəzər yetirək. Would o zaman lazım olmaz ki, nəticədə ability-dirsə could verərik, nəticə possibility-dirsə might verərik və yaxud advice, expectation-dirsə should verərik. Sadəcə olardı mənasındadırsa would-dan da istifadə edə bilərik. Ən çox səhv edilən nümunələrdə if tərəfdə will'in, would-un verilməsidir. Will verilməyəcək, will düşəcək present formada, would düşəcək bütün şəxslərdə verb formasında, simple past formada işlənəcək, would düşür. If tərəfdə past perfect verilir. Unless-də ikinci inkar olmur. Əgər if tərəfdə simple, yəni sadə keçmişin zərfləri varsa, burada sadə keçmiş deyil, past perfect veriləcək. Bununla da mən yekunlaşdırıram. Nə kimi suallarınız olsa yorumda da verə bilərsiniz. Şəxsiyə də yaza bilərsiniz. Hətta zəng edə bilərsiniz. Diqqətinizə görə minnətdaram. Mən sizə conditional sintezlərin qısa tapma yollarını izah etdim. Ümidvaram ki, bununla
heç bir sorununuz olmayacaqdır. Diqqətinizə görə minnətdaram. Sağ olun. Növbəti video materiallarda sizinlə görüşənə qədər.